Davam eləyici müəllimlər. Aha. Baxın müəllimə. Bax bunun bu bir qüvvə tətbiq olunur. Bu qüvvənin bir bax itələməsi var bu tərəfə görürsüz və yaxud da itələmə olsun ya bu tərəfə dartmaq olsun eyni olacaq da onsuz da. Bunun bir bu tərəfə itələməsi var. Bir də aşağıya doğru baskı var. Bu baskı bizə lazım deyil. Niyə? Çünki onsuz da bu səthin üstündədir. Biz onu bu qırıb əgər səthi qırıb aşağı keçməyibsə, deməli o sadəcə reaksiya qüvvəsi ilə geri qayıdacaq. O bizə lazım deyil. Bizə də əlimizdə qalan hansı qüvvə oldu? Bax bunun bu tərəfəki qüvvəsi. İndi burada mənə təcili əgər 5 veribsə, mən oradan həmin o bu F əvəzləyicini tapa bilərəm. Necə? 16-nı vuraram 5-ə. 16-nı zəhmət olmasa 5-ə vurun. 80 eləyir səhv eləmirəmsə. Aha. Bax buradakı qüvvəni mən nə tapıram? 80 tapıram. Bir dəqiqə. Aha. Bax buranı mən 80 tapıram. Düzdür? İndi bu neçə imiş ki, onun bir proyeksiyası 80 olub, işin içində də 37 dərəcə var. Bu sizə nəyi xatırlatdı? Vektorlardan. Bəli. Bəli, deməli bu 10 Newton imiş ki, 6-sı bura düşüb, yuxarıdan düşüb, 88-i də bura. Deməli ümumilikdə bizim 10 deyirəm, 100. Qüvvəmiz nə imiş? 100 imiş. Bunu başa düşdünüzmü? Aha. Davam eləyək. 3-cü suala baxıram. 3-cü sual asandır, yəni ehtiyac görmürəm, düzdürmü? Aha. Hı. Aha. Hə də 70 burdadır, 30 burdadır. 70-dən 30-un çıxdım 40 qaldı, 40-ı da böldüm ona 4 qaldı. Yəni o çətin bir şey deyil. İndi keçək 4-ə. 4-də baxıram ki, bax bu cisim hərəkət eləmir. Sakitcə oturub orada. Ancaq bu cisim aşağıya doğru bir ağırlıq qüvvəsi çəkirsə, deməli mənim əvəzləyici qüvvəm nədir? 20-dir. 2 vur ondan, bax bunun kütləsi 2-dir axı. 2 vur ondan, əvəzləyici qüvvəm 20-dir. İndi mən təcili tapmaq üçün əvəzləyici qüvvəmi bölməliyəm ümumi kütləyə. Kütləni hesablayanda artıq bunun da kütləsini hesaba qatacağam, bunun da kütləsini. Bu da eləyəcək 10, bu da bərabər eləyəcək 2. Yəni unutmayın ki, mən bu sakitcə durubsa burada bunu qatmayım işin içinə. Xeyr, o sakitcə dursa belə, biri var bu olmasa bu daha tez sürətlə yerə düşər. Bu var deyən bu bunu ləngidir axı. Kütlə təcili neyinir? Azaltdığı üçün ləngidir. Sonra baxın 5-ci suala. Yəni mən sadəcə vacib hissələrə baxıram. Sualda orada nə istəyirsə onu siz ayrıca araşdırarsınız. Mən önəmli hissələrə baxıram. Baxın bu neyir? Hərəkət eləmir. Hərəkətə aidiyyatı yoxdur. Sadəcə təcili azaltmaqdan, ləngitməkdən başqa bir şey yaramır. Bunu aşağıya doğru bir 10 Newton qüvvə çəkir. Bunu da aşağıya doğru bir 60 Newton. Ümumilikdə əvəzləyici qüvvəmiz eləyəcək 50. 50-ni böləndə artıq bu üçü də işin içinə qatacağıq. O 50-ni də ona 5. Sonra davam edirik 6-cı sualda. İndi 6-cı sualda bayaq dediyimiz məsələ var burada. Tez gərilməni tapırıq. Ümumilikdə tez ilk tapacağımız iş təcildir. 30 burdadır, 20 burdadır. 30-dan 20-sini çıxdım, 10 qaldı. Onu da 5-ə böldüm, 2 elədi. Təcili tez 2 tapdım. Sürətli tapmağımın, hesablamağımın məqsədim odur ki, siz də öyrənəsiz sürətliyə. Təcili 2 tapdıqmı? Tapdıq. İndi gəlin bax buradakı bu tez gərilməni təyin edək. Deməli burada baxın, bu cisim neyniyər? Bax bu sağ tərəfdəki yuxarı qalxar yoxsa aşağı düşər? Biraz fikirləşin, biraz tez-tez vaxtımız gedir, sizin vaxtınızdan gedir. Yuxarıya gedər axı, bu 30 daha böyükdür də, bu 30 bunu çəkib salacaq, bu yuxarıya gedəcək. Onda tecərilmə, bax bunun 20 Newtonluq ağırlığından daha böyük olacaq. Onda neyniyirəm? Yazıram T çıxılsın 20, bərabərdir MA-dan A-nın yerinə 2 yazıram. M-in yerinə bu səfər sadəcə bunun M-ini yazıram. 2. Buradan T gərilməni nə tapıram? 24. Sonra keçirəm 7-ci suala. Yenə də 7-ci sualda baxıram ki, bu cisim hərəkət eləmir, ancaq təcili mane olacaq. Ümumilikdə buna aşağıya doğru bir 40 Newton qüvvə tətbiq olunur. Təcili tapmaq üçün də 40-ı bölürəm nəyə? 10-a. Təcil də bərabərdir 4-ə. Təcil 4-düsə, bunu saxladıq yaddaşda. Məndən T gərilməni soruşursa, bu cisim neynir? Aşağıya doğru düşəcək də, düzdürmü? Onda
40-dan çıxacam t-ni bu səfər. Bu da mənə verəcək, təcili tapmışam 4. Kütlədə sadəcə buradakı kütləni götürəcəm. 16, 40-dan da 16-nı özünüz çıxarsınız. Bu da o sizin öz işiniz çıxacaqsınız, mənlik deyil. Baxıram. İndi 8-də baxıram. Məndən nəyi soruşur? Bu səfər yenə t-ni soruşur. Yenə gəlin tədbirimizi tapaq. Əlimdə sadəcə bu qüvvə var. Qüvvə olaraq 60. 60-ı bölürəm ümumi kütləyə. 6 burada var. 9 burada var. 15-ə. 60-ı 15-ə böldük nə çıxdı? Bir dəqiqə gözləyin. Sahə açaq burada. Təcili nə tapdım? 4 tapdım dediniz. Davam eləyək. İndi bax bu T gərilmə qüvvəsi nə demişdik müəllimlər? Demişdik ki, bu T gərilmə qüvvəsi ipin hər yerində onsuz da eynidir. Mən T gərilməni bura köçürdüm, biraz beynimiz qarışmasın. Baxaq. İndi bu cisim nə edəcək? Aşağıya doğru hərəkət edəcək, düzdür? Onda aşağı T-dən böyük olacaq. Yəni 60 sıxılsın T bərabərdir. A-nın yerinə 4 qoyuram, M-in yerinə də bax buradakı 6-nı qoyuram sadəcə. Qalanını siz özünüz hesablayarsınız. Sonra gəlin 9-a baxaq. 9-da nə deyir mənə? 9-da. Deyir ki, x sərbəst buraxılanda ox yönündə hızlanıyorsa, baxın, bax bunu deyir sərbəst buraxılanda bu ox tərəfə hərəkət edirsə, demək ki, buradan nə başa düşürəm? X böyük imiş y-dən. X y-dən böyük imiş. Bəli. Yaxşı, onu başa düşdük. İndi gəlin bu t-ni təyin eləyək. T böyük olacaq, yoxsa y? Bəli, bəli. Buradan da yazacağam ki, t böyükdür y-dən. Və buradan artıq bunu qalanını özünüz işləyəsiniz. Və yaxud da ki, niyə elə bunu da gəlin deyək. T-nin eyni ipin üstündədir. Gətirsən burada da olacaq t, düzdür? Bu da aşağı düşdüyü üçün deyəcəm ki, x da t-dən böyükdür. Özünüz düzərsiniz yerinə. Əsas gedişatı bilsəz kifayət eləyəcək. Türk testlərinin üstündə izah eləməkdə məqsədim nədir? Bunu heç evdə işləməyə ehtiyac olmayacaq. Bunu mən izah üçün elədim, kifayət elədi. Bunları işləyəndən sonra siz rahat şəkildə MHM də işləyə bilərsiniz, güvən də işləyə bilərsiniz. Nə istəsəz işləyə bilərsiniz. O baxımdan bunun üstündə izah eləyirəm. Sonra gəlirəm sürət, zaman qrafikinə. İlk fikir verirdik qrafikin hansı qrafik olduğuna. Sürət zamandımı, təcil zamandımı həmişə dediyim kimi orada karıxdırmayaq. Baxıram ki, x-in sürəti y-dən və z-dən böyükdür. Təcillə kütlə necə asılı idi? Tərs asılı idisə, deməli sürətlə də kütlə tərs asılı olacaq. Bəli, bəli, ən kiçik kütlə x-in olacaq. Bunu da o minvalla düzərsiniz. Bunun yerinə təcil də qoya bilərlər, nəticə dəyişməyəcək. Aha, baxıram burada belə bir maraqlı sual var. Və burada məndən nəyi soruşur? Təcilləri soruşur. Baxın, nəyə baxaq? Bax, bu ikisinə baxıram. Buna baxaq. Sonra da bax, buna baxaq. Nə deyir bizə? Qüvvələri deyir. Aha, təcili verib, indi qüvvələri soruşur. Baxın, bax, bu deyir ki, x-in təcili y-in təcilindən böyükdür. İndi baxıram, buna hər ikisinə 2 qüvvə tətbiq olunur. Hər ikisinin içində 2 var deyə 2-ni silirəm. Hər ikisində var axı tənliklər sistemində, riyazi qismində bilirsiniz yəqin ki, Vəsilə müəllim bildi mən nə deyirəm. Bax, bu 2-ləri sildim. Çünki hər ikisində var onsuz da. Aha. Burada yazıram ki, F1 böyükdür F3-dən. Keçirəm ikinci prosesə. Baxıram ki, burada da 3-lər eynidir. Baxın hələ. F3-lər ixtisar olacaq, F1 və F2 qalacaq. Əgərsə Y-in təcili Z-in təcilindən böyükdürsə, deməli F2 də böyükdür F1-dən. Və salam, qalanını gerisini özünüz düzüb işləyə bilərsiniz.
Keçirik. O 12 tipli sualla baxaqmı, yoxsa ehtiyac yoxdur? Aha, sevindim. Baxıram. Deməli burada 13-cü suala. 13-cü sualda mənə bir baxın. Bu baxın, bu qüvvə ilə, qüvvə qrafikidir. Qüvvəni də təcili çevirmək üçün hər tərəfi 5-ə böləcəm. Kütlə 5-də axı F bərabərdir M1 söhbətinə görə. Bunu 5-ə böldüm 6 qaldı. Bunu da 5-ə böldüm 4 qaldı. -4. Bu belə. Sonra mənə deyir ki, 15 saniyədə cismin sürətini tapın. Baxın, bunu düsturla da yerinə qoya bilərik. Ancaq üstünlük verirəm qrafik çəkməyə. Çalışaq ki, əlimiz öyrənsin qrafikə. Bu bizə çox ehtiyacımız olacaq. Baxaq. Bir dənə sürət zaman qrafiki çəkək. 2 dəqiqə. Aha. Sürət zamanı bura V yazdıq, burada T yazdıq. İndi başlayıram. Sürətin qiymətini neçədən başlayaq? Yox, o təcildir, sürəti. İndi mən bunu sürətə çevirəcəm. Hə, mənə deyir ki, duran cisim. Duran cisim deyirsə, deməli başlanğıc sürət 0-dır. Onda mən sıfırdan başlayacağam. Bəli, sıfırdan başladım. Sıfırdan başladım. Gəlin əvvəlcə zamanları da düzək. İlk başda zamanı düzün. Mən bayaq unutdum, düzmədim. 15. Zamanı düzməyi unutmayın. Baxıram ki, ilk 5 saniyə müddətində təcilin qrafikinin sahəsi mənə nəyi verəcəkdi? Sürətin dəyişməyini. Bu təcil mənə 6 vur 5-dən nə elədi? 30. Deməli, bu 0-dan 30-a gələcək. 5 saniyə müddətində 0-dan 30-a gələcək. Gəlsin. Davam eləyirəm. Sonrakı 5 saniyə müddətində təcil 0-dırsa, sürət necə olar? Sürət də stabildir. 30 idisə elə 30-dan da gəldi 10-a qədər. Okey, gəldi. Sonra baxıram ki, təcil aşağı düşdü, yəni yendi. Nə qədər? Buradan bura 5, buradan bura da 4-sə 4 vur 5-dən 20. İndi burada artıq 20 qədər aşağı düşəcəm. 20 qədər aşağı düşəndə, yəni bax bu 30-dan 20-sin çıxanda yerdə nə qaldı? 10 qaldı. Deməli bu sonda 10-da düşəcək. Son sürəti 10 olacaq. Yaxşı, deyək ki, mən qrafik düzməyi sevmirəm, vaxtıma da az qalıb öyrənmək kimi bir fikrim də yoxdursa, bəs onda nə edeyim? Mənə deyir duran cisim V0 bərabərdir 0-a. Duran cisimdən ilk 5 saniyə müddətində təcili 6-dırsa, zaman da 5-dirsə, buradan gətirib son sürəti tapa bilərsiniz. Son sürəti tapandan sonra o qədər də davam eləyəcək, sonra buradan da çıxasınız, yəni düsturla yavaş-yavaş işləyəsiniz. Ancaq ən yaxşısı qrafikdir. Hətta bayaq çəkdiyim qrafiklə biz yolu da çıxarda bilərik bu cismin yolunu. Hətta işi də tapa bilərik. Yolu da taparıq, işi də tapa bilərik. Gör nə qədər cəmiyyət axtarıb tapa bilərik bir dənə qrafiklə. Sonra mənə nə deyir? Sonra mənə deyir ki, 1, 2, 3 zaman aralıqlarında aldığı yolların arasındakı münasibətlərə baxaq. Yenə də bunu da çeviririk sürətə. Hansı zaman intervalında fiqurun sahəsi daha böyükdürsə, oradakı yol da daha böyük olacaq. Gəlin istəyirsiniz işləyək. Eləyəkmi bunu, yoxsa özünüz eləyə bilərsinizmi? Aha, pis, onda get. İstəyən varsa eləyin. Aha. Başlayaq. Burada da yəni həmin prosesdir. Burada da çətin bir şey yoxdur. Aha, başlayaq. Deyir ki, sürtünməsiz söhbəti bizə lazım olacaq. Bunu vermək də şərtdir. Cisimləri ilk qüvvə şəkli kimi uyğulanır. Cisimlərin təcili A-dırsa, iptəki gərilmə qüvvəti T olur. Deyir ki, cisimlərin təcili A-dırsa, iptəki T gərilmə qüvvəsi T-dir. İndi deyir ki, buna görə X cismini Y-nin üstünə qoysaq, onda T gərilmə necə dəyişər, təcil necə dəyişər? Alınır deyir. Üzürlü sayın. Elə bilirəm üzərinə qoyuruq. Hə, alınır. X cismini buradan sildik. Gəlin bunu silək. Kütləni azaltdıq. Kütləni azaldanda müəllimlər təcil neyniyər? Çünki təcillə kütlə tərs asılıdır. Kütləni azaltdıqca təcil artar. Əgər təcil artıbsa, T gərilmə neyniyər? Baxın.
Baxın, biri var ki, tecərilmə 3 kiloqramı çəkər. Baxın, biri var ki, tecərilmə 3 kiloqramı çəkər. Bax, onu deyirəm də. Bayaqlarım bu 5 idi deyək ki. Biri var 5 kiloqramı bu ip çəkir, əlimdə bir ip var. Biri var bu iplə mən 5 kiloqramı çəkim. Biri də var mən bu iplə 3 kiloqram. Mən indi burada düsturu özüm yerinə qoymuram ki, biraz məntiqi işlədək. Düstur hər zaman əlimizdən tutmaya bilər. 10 kiloqramı bir iplə çəksəm, ip daha çox deformasiya olar, dartılar, yoxsa 3 kiloqramı çəksəm? Ona görə gərilmə artacaq da, azalacaq da. Çünki kütləni azaltdıq axı. Təcil artar, gərilmə azalar. Sonra bir dəqiqə. X cismin ivməsi. Hə, bu da adicə bax biri əslində heç bunları işləməyə ehtiyac yoxdur. Biraz olimpiada səviyyəsindədir. Düşündürücü, zaman alıcı sualdadır. İmtahanda bizdə o qədər vaxtınız olmayacaq, belə suallar verməyəcəklər. Yenə bax bunlar da bayaq işlədiyimiz şeylərdir. Baxa bilərsiniz. İndi fərqli suallar axtarım ki mən. Hə, indi keçirik bax bu məsələlərə. Bizcə dəqiqə gözləyin. Fərqli suallar işləyək biraz. Bax burdan deməli mənə nəyi verib? Başlanğıc sürəti verib. Gəlin tez burdan nəyi tapaq? Zamanı verib t bərabərdir 5. Təcili də verib. Necə? 24-ü böləcəm 4-ə nə düşdü? 6. Təcili də 6 veribsə, son sürəti tapmağa nə var ki? V bərabərdir. V0-ın yerinə qoyuram 20. Təcilin də AT-nin də yerinə qoyuram 6 vur 5-dən 30. Vəssalam. O da eləyəcək 50. Hamısını yerinə qoyub işləyəsiniz. Yəni çətin bir şey yoxdur. Sonra 2-yə baxıram. 2-də də həmçinin 8-ə baxıram. Burada mənə nə deyib? Bax, bura diqqət eləyin. Bu sürətin başlanğıcıdır, bu sonudur, bu zamandır. Bu mənə nəyi deyir? Bəli. Gözəl. 38-dən də 10-un çıxanda qalır 28-i, 28-i də 4-ə böləndə nə düşür? Vəssalam. Təcilimiz oldu 7. İndi qüvvəni bəli, da qalanını özünüz tapa bilərsiniz asan şəkildə. Aha. İndi bax bu da bayaqki sualda. Aha, 8 5 daha doğrusu 8 deyirəm. 5-ci sualın tipi bir damcı fərqlidir. İndi gəlin bax buna baxaq. Deməli, mənə deyir ki, qanun deyə və yaxud da deyə bilərdi Elinkaya, fərqi yoxdur, eyni donsuzda. Baxıram ki, müəllimlər 35 Newton qüvvə çəkin neçə kiloqram itələyir 7-ni. O zaman bax indi burada nəyə fikir verin müəllimlər? Deyərsiniz ki, mən hansını götürüm? Tənasübə hansından istifadə edeyim? Yox, baxın indi tənasübü işlətmək üçün yox, yox, böyük qüvvəni, kiçik qüvvəni qoyun. Bu qüvvə olan tərəf var ha, itələyən tərəf. Bu qüvvənin qarşısındakı kütləni götürmürük. Kənardakı kütləni götürürük həmişə tənasüb qurmaq üçün. Kənardakı. Ola bilər ki, bu qüvvə bu tərəfdən tətbiq olunsun. Onda artıq 2 götürərdik. Qüvvənin yanındakını yox. Bax, elə düşünün ki, bu qüvvə bunu himayəyə alıb da, bu qüvvə özü bunu aparacaq. Bu 4-ü isə bu 3 aparacaq. Ona görə mən 4-ü götürürəm. Qüvvə olan tərəfi götürmürük nisbət quranda həmişə də, tənasüb quranda həmişə. Sonra baxıram indi bura. İndi bax tez çalışaq saniyələr içində eləyək, fikirləşməyə vaxtımız yoxdur. Çünki zaman gedir. Baxın, F qüvvəsini mənə nə deyib? Deyək ki, F qüvvəsini bir 100 götürsəm. İndi sualda məndən nə soruşur, maraqlı deyil, özünüz baxarsınız sonra. F qüvvəsini 100 götürdümsə, Y-nin Z-yə təsir qüvvəsini mənə necə deyə bilərsiniz? Aha. Vəssalam, gördünüz bu qədər. Bəs yaxşı mənə desə ki, Y-in X-ə olan təsirini soruşsa nə edərik? Bax, indi məsələ odur. Bax, bayaqlarım mən dedim axı. Demək, nə deyirik burada? Əgər təsir əks təsirə bərabərdirsə, Y X-ə hansı təsir eləyirsə, X də Y-yə həmin təsir eləyir. Düzdür? Düzdür. Ona görə mən bu səfər əv
Bəli. Bəli. Ona görə burdan tənasib olaraq mən X-in özünü götürmürəm müəllimlər. Çünki 4-ün özünü F onsuz da itələyir. Mən 4-dən bu tərəfdəkiləri götürürəm. Siz düşündünüz ki, tez X Y-ə təsir eləyir deyə fikirləşdiniz. Siz X Y-ə yox, onu tez çevirin, bu tərəfi götürün yenə də. Qüvvə tərəfi götürməyin qətiyyən. Tənasib qurmaq istəyirsinizsə, X-dan sonrakıları götürün. İndi burada müxtəlif formalarda işləmək olar, çox dərinə getmirik. Sonra gəlirik nəyə? Mail müstəviyə müəllimlər. Mail müstəvini də deyək. Mail müstəvini də ayrıca bir mövzu kimi keçmək olar. Təəssüf ki, vaxtımız yoxdur. Qısa toxunacağıq. Əlimizdə var bir mail müstəvi. Mail sözü nə deməkdir? Meyl eləyir. Meyl eləyir də. Biri var ki, biz atışlar keçmişdik də, yadınızdadırmı dünən? O birisi gün nəysə. Atışlarda nə edirdik? Cismi buraxan kimi yerə düşürdü. Buraxan kimi ağırlıq qüvvəsi onu çəkirdi aşağı. Ancaq bunu buraxanda bu yavaş-yavaş gələcək biraz. Bunun kimi sürətlə düşməyəcək. Hətta bəlkə bəzən də gəldi, bəlkə durdu burada, heç düşmədi, dayandı orada. Niyə? Çünki bunun artıq bunun ağırlıq qüvvəsi müəllimlər 2 proyeksiyaya ayrılacaq. Bunun tən ortasından bir ağırlıq götürəndə bu ağırlığın yarısı, bir dəqiqə rəngini dəyişək, yarısı bax bu cismə tətbiq olunacaq, yarısı bunu sürüşdürəcək. Bəs yaxşı, bunu sürüşdürən hansı qüvvədir, hansı proyeksiyasıdır? Deməli, yadımızda saxlayırıq. Dartı qüvvəsi və yaxud da ağırlıq qüvvəsi olaraq götürürük mg sinus alfanı. Sürtünmə qüvvəsi olaraq F dartını sinus alfa götürdükmü? F sürtünməni isə mg kosinus alfa götürürük. Niyə? Kosinus hansı idi? Üfüqi oxu idi, yadınıza düşür. J-ni unutdum mən, onu yola verin. Siz elə olanda bilin ki, mən onu yazmaq istəmişəm, çağırmışam. Hə, yox, nünü gələcək məsələlərdə. Bu nünü mən çox odaqlanmayın. Deməkdə məqsədim hansıdır? Bu sinus kosinus məsələsini bölüşdürməyə çalışıram mən. İndi suallar əsasında onu yerinə qoyacağıq, o söz yox. Deməli, hansı sinusdur, hansı kosinusdur, onu çağırmayaq. Baxın, bu üfüqi istiqamətdə olan nə idi? Kosinus idi. Y-x yadınızdadırmı? Vektorlar mövzusunda keçmişdik. Bax, bunun üfüqi istiqamətdə olanı kosinusdur. Kosinus bunu qoymayacaq ki, yerə düşməyə. Lap da buna mane olacaq. Ona görə sürtünmə qüvvəsini kosinusla götürürük, dartı qüvvəsini sinusla götürürük. Sinus nə idi? Yuxarıdan aşağıda şaquli idi. Bu belə. İndi gəlin davam eləyək. İndi burada baxın, burada sürtünmədən söhbət getmir hələ ki. Sürtünmə qüvvəsi yoxdursa, deməli bunun kosinus proyeksiyası mənə lazım deyil. Mənə lazımdır sadəcə bunun sinus proyeksiyası. 40-ın da sinusunu tapanda nə verir mənə? 24. 2,4 yoxsa 24? 24. İndi nə edirəm? 24 mənim əvəzləyici qüvvəmdir. Təcili soruşursa, qüvvəni də bölürəm nəyə? Kütləyə. Bax, bayaqki o nünü niyə qoymadım hələ yerinə? Çünki hər zaman sürtünməni verməyəcək. Baxın, heç burada sürtünmədən söhbət getmir. Deyərsiniz ki, bəs yaxşı, onun mg kosinusu necə oldu? Kosinus hara itdi? Kosinus bax, burada dayağa tətbiq olundu. Dayağı çıxdı sadəcə və salam. Sürtünmə olanda artıq orada başqa söhbət olacaq. Bu da həmçinin. Aha, bəli. İndi baxıram nəyə müəllimlər. Bax, burada 9-cu sual kifayət qədər də yəni öz samballı sualdır, ağır sayılan bir sualdır. Baxırıq ki, burada yenə kütlələr var. Və burada dərəcələr var. Biz nə edirdik burada? Kosinusa sürtünmə nəzərə alınmırsa, kosinus hissəsinə baxmırdıq. Deməli, bunu aşağıya çəkən qüvvə, F qüvvəsi hansı oldu? Yalnız sinus proyeksiyası. mg sinus proyeksiyası, düzdürmü? İndi baxıram ki, sinus necə funksiyadır? Artandı, azalandı? Artan. Deməli, hansının dərəcəsi daha böyükdürsə, onun sinus proyeksiyası da böyük olacaq.
Və buradan kütlələri də nəzərə almaq şərti ilə bunu skrin eləyin bu sualı. Türkləri verməyəcəm. Sadəcə bu sualı skrin eləyin. Axşama qədər cavabları qrupa atın. Bax, gedişatı dedim. Təcil nəyə bərabər idi? A bərabər idi F bölünsün M-ə, düzdür? F bölünsün M-ə. F-i dedim bucaqla təyin eləyəsiniz. M-ləri də özləri veriblər. Bunu işləyirsiniz, təcilləri müqayisə eləyib atırsınız qrupa. Yəni bu gün ərzində çatdırırsınız qrupa. Kosinus bizə azalan olanda, bax, məsələn, belə deyək də, belə deyək. Baxın indi, bunun hansı böyükdür? Deyək ki, alfanı 30 götürdüm mən. Məsəl üçün deyirəm, bura fikir vermirəm. Betanı 60 götürdüm. Düzdür? İndi bu sinus proyeksiyasını tapanda biləcəm ki, əgər kütlələr eynidirsə də, indi deyək ki, biləcəm ki, buradakı qüvvə buradakı qüvvədən böyük olacaq. Ancaq kosinus məsələsini axtarsam, məsələn, sürtünməni tapsam, deyərdim ki, beta böyük olacaq alfadan. Yəni mən kifayət qədər izah elədim, biraz düşünmək lazımdır. Düşünün, tapın. Yəni o sizə aiddir, mənlik deyil artıq. Və bunlar da adi rahat suallardır. Sonra gəlir sürtünməli hərəkətlərə baxırıq indi biz. Biraz da zamanımıza az qalıb, zoom ata bilər. Hələlik harda sönərsə yenidən link atarıq, başlayarıq. Baxaq. Bu gün, hə, o da var hələ. Onda bunu sürtünməni tez bitirək, ona da baxaq ki, zaman çatsın. Başlayaq. Deməli, nə edirik? Baxıram ki, burada sürtünmə artıq nəzərə alınıb və sürtünməni mənə verib 0. Sürtünmə əmsalını mənə verib 0,5. İndi gəlin burada ümumilikdə nə qüvvəsi var? Baxın, burada aşağıya doğru bir 30 Newton ağırlıq qüvvəsi var. Bax, bu yuxarıdakı cismin bu tərəfə doğru bir sürtünməsi olacaq. Niyə sol tərəfə olduğunu da bildik də, çünki ip bunu sağa çəkirsə, sürtünmə sola olacaq. İndi baxıram nəyə? Bunun sürtünmə qüvvəsini gəlin tapaq. Bunun sürtünmə qüvvəsini istifadə edəndə sadəcə bu cismi istifadə edəcəyik. Çünki bunu hesaba qatmırıq da. Bu yazıq sürtünmüş ki, orada durub sakitcə. Ona görə yazıram nÜMJ-dən 2 vurulsun, MJ-nin yerinə 10 qoyuruq, nÜ-nün də yerinə 0,5 qoyanda bu da eləyir 10. Deməli, buradakı sürtünməni nə tapdıq? 10 tapdıq. Vəssalam, gerisini siz tapın. Təcili nə edərik? Aha, 20. Bəli. Okay. 6 necə? Bircə dəqiqə. 30 bunu tapmışdıq. Yuxarını nə tapmışdıq? 10, hə? 30-dan çıxıram 20-sini. 10-un qalır 20. 20-ni də bölürəm nəyə? 5-ə, cavab eləyir 4. Kütlə olaraq müəllimlər hamısını götürün kütlənin. Buradakı kütləni də götürün, buradakı kütləni də. Orada sakit durub durmayıb maraqlı deyil. Kütlə olaraq hamısını götürürük. Baxın, burada da sürət söhbətini işin içinə qatıbdır. Deməli bizə nəyi verib? 20-ni niyə çıxırıq ki? 20-ni çıxmırıq. Burada biz F sürtünməni nə tapdıq? 10 tapmadıq bayaq. 30-dan 10 çıxanda nə qalır? 20 qalır. 20-ni də bölürəm nəyə? Kütləyə də. F bərabər EMA-dan. Kütləni mənə nə verib? 5 verib də. Əlbəttə ki, общий sistemin, yəni burada nə qədər kütlə varsa hamısını işin içinə qatırıq. Yəni bunu kənarda saxlamaq olmaz. Hamısını işin içinə qatırıq. İndi gəlirik 2-yə. Kinetik sürtünmə katsayısına. Deməli sürtünməni 0,2 verib, fırlatıb. Buna görə cisim ilk ivmə ilə yavaş